Deməli, İbrahim adlı bir şəxsin evi və həyətində hovuzu var və həyətin aşağısından su kanalı axır. Bu evinə və hovuzuna su borsu çəkdirmək istəyir, amma eyni bir nöqtədən çəkdirmək istəyir. Yəni, fərqli nöqtələrdən yox, bir nöqtədən çəkdirmək istəyir. Həm hovuzuna su borsu çəkdirəcək, həm evinə, amma ən qısa məsafə yaransın. Yəni, buralarda su kanalının üzərində, buralarda bir yerdə, burada da ola bilər, burada da ola bilər, burada da ola bilər, fərqi yoxdur. Tutaq ki, burada da M nöqtəsi olsun. Oradan həm hovuza, yəni B nöqtəsinə, həm də evinə su borusu çəkdirəcək və bu su borusunun uzunluğu, yəni AM üstəgəl MB ən qısa məsafə olsun. Yəni ən az su borusu işlətsin. Burada biz necə həll edə bilərik? Bəlkə də deyə bilərsiniz ki, müəllim, elə C-dən A-ya çəksə, D-dən də B-yə çəksə, yəni su kanalının sağ hissəsindən hovuza və sol hissəsindən birbaşa evinə çəksə, ən qısa məsafə alınır. Əslində 27 üstəgəl 13, bəli. Amma İbrahim istəyir ki, bir yerdən çəksin. Belə istəyir. Necə eləyərik biz? Biz bu məsafəni tapmaq üçün A nöqtəsinin, deməli, buranı sileyim. A nöqtəsinin C nöqtəsinə nəzərən və yaxud da ki, bu torpağa nəzərən və yaxud da ki, su kanalına nəzərən simmetrik nöqtəsini tapırıq. Yəni, buradan məsafə 27 isə 27 metrdə aşağı düşürəm. 27 metrdə aşağı düşürəm və həmin nöqtəni B nöqtəsi ilə birləşdirəndə ən qısa məsafə alınır da əslində. Bu A-nın da simmetrik nöqtəsi olsun A1. Yəni, mən AM ilə MB-nin cəmini tapmaq istəyirəmsə, əslində A1, B1-i tapsam ki, bu ilə bu eyni şeydir. Daha doğrusu, AM ilə MB bərabərdir. AM və A1M onlar bərabər. Burada da A1-dən paralel düz xətt çəksəm və bunu da uzatsam, düzbucaqlı üstbucaq yaranacaq. A1-dən bu nöqtəyə qədər o da olsun D1 nöqtəsi. Su kanalının məsafəsi 30 metrdir axı, 30 metr. 13, bu da 27, çünki paralel köçürdük də onun. Daha simmetri nöqtəsini tapdıq. 27 də bu. 13, 27, 40, 30, 40, A1B Pifagor teoreminə əsasən A1B kök altında 30-un kvadratı üstəgəl 40-ın kvadratı 2500, oradan da 50 çıxır. Yəni İbrahimə minimum ən az 50 metr su borusu lazımdır.